Allah'ın salamı olsun hər birimizin üzərinə. Allah evlərimizə bol ruzu bərəkət versin deyərək yemək hazırlığına başlayaq. Bugün lobyalı aş elədim çünki evlatlarım çox sevirlər. İlk olaraq toyuğu buzlu doğradım. Sonra isə soslayıb bir üzünü tavada qızartdım. Daha sonra isə qazançaya bol su qoyub yarım saat suda saxladığım düyümlü qazançaya əlavə etdim. Üzərinə də öncədən bişirdiyim lobyaları qoyaraq biraz bişirdim. Tam hazır olub bişən düyünü isə süzdüm. Azca kərə yağı ilə yağladıqdan sonra öncədən qızartdığım toyuğun üzərinə əlavə etdim və 1 saat dəmə qoydum. Sonra isə bu şəkildə gözəl bir plov alındı. Sizlər də inşallah hazırlayın, yaxud da necə hazırlayırsınız mənə də yazın, fikir olsun. Hazırlayan hər kəsə nuş olsun. Allah hər birimizin evinə bol ruzu, bərəkət versin.